hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən birinci hissə Güvən Test Bankından çeviri üzrə bərabər sürətli hərəkətdə yol yerdəyişmə və sürət dəyişməsi mövzusunun test A və test B-nin izahını verəcəm. Yəni A və B variantının izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Birinci testdə deyilir. Çeviri üzrə bərabər sürətli hərəkətdə cismin xətti sürəti 0,4 metr/saniyədir. Onun 5 saniyə ərzində getdiyi yolu tapın. Çeviri üzrə bərabər sürətli hərəkətdə gedilən yol L bərabərdir V vurulsun T düsturu ilə hesablanılır və yaxud da bəzən buna cızdır qövsün uzunluğu da deyilir. 0,4'dür V'miz, T'miz isə 5 saniyədir. O da bərabər 0,4'ü 5'ə vursam 2 metr olacaq. Doğru cavab hansı variant? E variantı. Maddi nöqtə çeviri üzrə modulca sabit V sürəti ilə hərəkət edir. Periodun 2/1 hissəsini keçən anda maddi nöqtənin sürət dəyişməsinin modu nəyə bərabərdir? Biz bilirik ki, delta T bərabərdir 2/1 T anında sürət dəyişməsinin modulu, yəni delta V 2V'yə bərabərdir. Doğru cavab hansı variant? B variant. Çeviri üzrə bərabər sürətli hərəkətdə cismin sürət dəyişməsinin modulu V kökdə 2 olması üçün yer dəyişmənin modulu nə qədər olmalıdır? Biz bilirik ki, V kökdə 2 olması üçün gərək ki, delta T bərabər ya 4/1 T olsun, ya da ki, delta T bərabərdir 4/3 T olsun. 4/1-də və 4/3-də sürət dəyişməsinin modulu V kökdə 2-dir. Eyni qaydada yer dəyişmənin modulu da həmin anda nədir? R kökdə 2-dir. Doğru cavab hansı variantı olacaq? A variantı olacaq. Maddi nöqtə verilmiş radiusu çeviri üzrə 8 saniyə periodla bərabər sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddətdə maddi nöqtənin yer dəyişməyə görə orta sürəti bu qədərdir. Yəni 20 metr/saniyə olarsa çevrənin radiusunu hesablayın. Əziz dostlar, biz bilirik ki, yer dəyişməyə görə orta sürəti biz yazsaq V orta bərabərdir S bölünsün T yazmış olacaq. Çevrənin 2/1-də, yəni delta T bərabərdir 2/1 T anında yer dəyişmənin modulu bizə nə qədər verir? Diqqətlə baxaq. Yarısında 2R verəcək. Yəni 2R-ə bərabərdir. Mənə deyir ki, çeviri üzrə bu qədər periodla hərəkət edir. Yerinə qoysaq, onda V orta bərabərdir. S-in yerinə 2R qoymalıyıq. T'nin yerinə də 2/1 T qoymalıyıq. Onda bizə verəcək 4R bölünsün T. Bax, bu düsturda yerinə qoyub hesablanma aparacaq. V ortanı bilirik. Nə qədərdir? 20-dir. 20 bərabərdir 4 vurulsun. Baxaq, 4 vurulsun R bölünsün. Periodumuz isə 8-dir. Bu 8 ilə 4 ixtisar gedəcək 2-yə. Məxrəcdə 2 olacaq. Onda R neçə santimetr olacaq? Deməli, 2-ni vurmalıyıq 20-yə. 2 vurulsun 20. O da bərabər 40 santimetr olacaq. Baxaq görək, var elə variant. Əlbəttə var. Doğru cavab A variantı olacaq. Növbəti 5-ci testdə radiusu 10 desimetr olan çeviri üzrə hərəkət edən maddi nöqtənin dönmə bucağı fi bərabər 3T qanunu ilə dəyişir. 2 saniyə müddətində maddi nöqtənin qət etdiği yolu tapın. Əziz dostlar, biz bilirik ki, R bərabər 10 desimetr elə 1 metr verəcək və nədir? Fi'nin də zamana görə birinci tərtib törəməsi bucaq sürətini verəcək. Yəni bucaq sürəti nə bərabərdir? Omegaya. Buradan omeganı da tapsaq bizə verəcək. Deməli, əziz dostlar, omega da bərabərdir. 3T'dən törəmə alsam 3 radian bölünsün saniyə olacaq. Bunu bildik. Bəs L'in düsturu necə idi? L bərabər V vurulsun T'dir. V'nin də yerinə omega R yazsaq vurulsun T. Omegamız 3'dür. R'imiz 1'dir. T'miz isə neçə saniyədə deyir? 2 saniyədə. O da bərabər 6 metr olacaq. Doğru cavab hansı variantı oldu? A variantı olur. 6-cı testdə deyilir. Saatın saat əqrəbinin uzunluğu 20 santimetrdir. 6 saat ərzində bu əqrəbin uc nöqtəsinin cızdığı qövsün uzunluğu neçə metrdir? Baxıq əziz dostlar.
Bilirik ki, delta t bərabərdir. Periodun ümumi dövrətmə periodu nə qədərdir? Saatın saatı 12 saat. 6 saatda deməli periodun yarısıncı. Yəni ümumi tam qövsün yarısını yazacaq. 2də 1 t. Onda L bərabərdir 2də 1 vurulsun 2 pi r düsturuna görə. Yəni bunun normalda bunun yerinə n və yaxud da k yazmalıydı. K vurulsun 2 pi r'dir. Və burada 2'lər ixtisar gedəcək. Bizə qalacaq pi r. Yerinə qoysaq pi'miz 3'dür. R'miz də neçədir? 20'dir. 3'ü 20'yə vursam 60 santimetr olacaq. Deməli, cızdığı qövsün uzunluğu 60 santimetr və yaxud da 0,6 metr olacaq. Bu qədər. Növbəti 7-ci testdə radius 1 metr olan çevre üzrə bərabər sürətdə hərəkət edən cismin dövrətmə periodu 4 saniyədir. Cisim A nöqtəsindən B nöqtəsinə gələnə qədər yer dəyişməyə görə orta sürəti metr bölünsün saniyə hesablayın. Bax, A nöqtəsindən B nöqtəsindən gəlirsə, periodun nə idi? Yarısıdır. Delta t bərabərdir 2də 1 t olacaq. Bu bizim nəyimiz oldu? Periodun yarısına bərabər. İndi A nöqtəsindən B nöqtəsindən periodumuz neçədir? 4 saniyədir. Yaxşı, periodumuz 4 saniyədir. Onda bizə onu periodu ilə olduğu kimi saxlayaq. Yer dəyişməyə görə orta sürət yazaq. V orta bərabərdir. S bölünsün T'dir. Yarısına bərabər müddətdə modulda S'imiz nəyə bərabər olacaq? 2 R-ə bərabər olacaq. Onda yerinə qoyaq. Deməli 2R aşağıda da nədir? 2də 1 T olacaq. 4R bölünsün T. 4 vurulsun R'miz neçədir? 1. T'miz periyodumuz da 4'dür. Burada 4 ilə 4 ixtisar getdi. 1 metr bölünsün saniyə olacaq. Doğru cavab deməli 1 metr bölünsün saniyədir. Deməli, növbəti variant olaraq test B-nin testlərinə baxaq. Yəni B variantının testlərinə baxaq. Birinci testdə deyilir. Maddi nöqtə çevre üzrə 12 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddət ərzində maddi nöqtənin yer dəyişməyə görə orta sürətini tapın. Əziz dostlar, deməli biz verilənləri yazaq. Verilənlər delta t bərabərdir 2də 1 t. Və 2də 1 t olduqda, yəni periodun yarısında yer dəyişmənin modulu neçə idi? 2 r-ə bərabərdir. İndi biz də bilirik ki, düsturumuz, xətti sürətimiz var. V-nin periyoduna olan düstur lazımdır. 2 pi r bölünsün t. Yerinə qoyaq. 12 bərabərdir. 2 vurulsun 3 vurulsun r bölünsün t. Buradan r bölünsün t'ni biz tapsaq, r bölünsün t nə qədər olacaq? 12'ni 6'ya bölməliyik 2. Bax, bu burada dursun. Aha. Və orta sürətində düsturu V orta bərabərdir. S bölünsün t'dir. Yerinə qoysa, S'imiz 2 r bərabərdir. 2r bölünsün t'miz də 2də 1 t'dir. Bizə verəcək 4 r bölünsün t. 4 vurulsun r bölünsün t'ni də 2 tapmışdıq 2'yə. 4'ü 2'yə vursaq 8 metr bölünsün saniyə olacaq. Demək, doğru cavab hansı variant oldu? A variantı. İkinci testdə deyilir. Maddi nöqtə çevre üzrə bərabər sürətlə hərəkətdə neçə dərəcə dönməlidir ki, getdiyi yol ilə yer dəyişmə arasındakı fərq maksimum olsun. Biz bilirik ki, əziz dostlar, 360, yəni bir tam dövr edəndə delta t bərabərdir. Bir tam dövr edəndə delta t t'yə bərabər olanda, yəni bir tam periodda s'imiz, yəni modulda s bərabərdir 0'dır. Amma gedilən yol isə 2 pi r-ə bərabərdir. Deməli, yolla yer dəyişməni mən çıxsam, onda 2 pi r-dən mən çıxmalıyam nəyi? 0'ı çıxmalıyam. Elə 2 pi r olacaq. Deməli, bu cisim bir tam dövr eləməlidir, yəni 360 dərəcə olmalıdır. Doğru cavab D variantı. Üçüncü testdə deyilir. 4 metr radius çevre üzrə bərabər sürətdə hərəkət edən maddi nöqtənin periodunun 4də 1-nə bərabər zaman müddətində getdiyi yolu tapın. Gedilən yolun düsturunu mən bilirəm. N vurulsun 2 pi r-dir. O da bərabərdir. N vurulsun. N-in yerinə də biz neçə qoya bilərik? Burada görünür 4də 1 periodun nə idi? Bax, delta t bərabərdir. 4də 1 t'dir.
Bax, bu 4-də 1-də yerinə qoysaq 2 pi r vurulsun 1 bölünsün 4. 4 ilə getdi, bizə qaldı pi r bölünsün 2. Pi'miz 3'dür. R'imiz nə qədərdir? Baxaq, 4'dür və bölünsün 2. 3'ü 4'ə vursam 12, 2'yə bölsəm 6 metr olacaq. Doğru cavab A variantı. Saatın saniyə əqrəbinin uzunluğu 20 santimetrdir. 30 saniyə ərzində bu əqrəbin uc nöqtəsinin yerləşməsini hesablayın. Əziz dostlar, biz bir saatın saniyə əqrəbinin dövrətmə periyodu T bərabərdir 60 saniyədir. Demək, 30 saniyə ərzində bu periyodun delta T bərabərdir 2'də 1 hissəsini dönəcək. Onda biz 2'də 1 hissəsini dönürsə, L'in düsturuna n vurulsun 2 pi r düsturuna görə yerinə qoysa n'in yerinə 2'də 1 qoymalıyıq. Vurulsun 2 pi r. Bu 2'lər ixtisar gedəcək, bizə qalacaq pi r. Pi'miz 3'dür, r'imiz də 20'dir. Nə olacaq? 60 santimetr. Bizdən yolu yox, yer dəyişməni soruşur. 2'də 1-də modulda S nəyə bərabərdir? 2R'ə bərabərdir. O da bərabərdir nəyə? 2 vurulsun 20'yə. O da nə qədər? 40 santimetr. Cavab bizdə 40 santimetr olacaq, amma yolu da soruşsaydı 60 santimetr olacaq. Davam eləyək. Növbəti 5-ci test. Saatın dəqiqə əqrəbinin uzunluğu 10 santimetrdir. 30 dəqiqə ərzində bu əqrəbin uc nöqtəsinin cızdığı qövsünün uzunluğunu tapın. 30 dəqiqə ərzində cızdığı qövsünün uzunluğunu. Gəlin tapaq. Saatın dəqiqə əqrəbinin dövrətmə periyodu bilirik ki, T bərabərdir. Nə qədərdir əziz dostlar? 60 dəqiqədir. 30 dəqiqə ərzində isə bu periyodun 2'də 1 hissəsini dönəcək. Yəni, bizə 2'də 1 hissəsini dönməyə 30 dəqiqə vaxt sərf olunacaq. 2'də 1-ində yolun düsturu bilirik ki, L bərabərdir. L bərabər n vurulsun 2 pi r'dir. Yerinə qoysaq 2'də 1, yəni n'in yerinə 2'də 1 qoyuruq. Vurulsun 2 pi r'ə. Bizə 2 ilə 2 ixtisar gedəcək, pi r qalacaq. Pi'miz 3'dür, r'imiz də neçə verib? 10 verib. O da bərabərdir 30 santimetr olacaq. Doğru cavab hansı variant? A variantı. 6-cı testdə deyilir. Saatın saniyə və dəqiqə əqrəblərinin uzunluqları eynidir. 3 saat ərzində saniyə əqrəbinin getdiyi yol dəqiqə əqrəbinin getdiyi yoldan neçə dəfə çoxdur? Baxaq, biz bilirik ki, saatın dəqiqə əqrəbinin dövrətmə periyodu 1 saatdır. 1 saatdırsa, onda 3 saat ərzində neçə periyod eləyəcək? 3 periyod eləyəcək, yəni 3'dir. Amma saniyə əqrəbinin dövrətmə periyodu neçədir? 1 dəqiqədir. Onda 3 saat 180 dəqiqə eləyir. Deməli, bu əqrəb 3 saat ərzində 180 dövr eləyəcək. İndi baxırıq, L'in də düsturu necə idi? L'in də düsturu, buradan yazaq. L bərabərdir, n vurulsun 2 pi r'dir. Heç onu yazmaya da ehtiyac yoxdur. Hər halda yazmalıyıq. Bərabərdir 3 vurulsun 2 pi r. O da bərabər 6 pi r olacaq. Sonra burada nə yazaq? Bu L dəqiqə olsun. Bu da nədir? L saniyə olsun. O da bərabərdir 180 vurulsun 2 vurul pi r. O da bərabərdir 360 pi r olacaq. Yaxşı, bəs bizim nə qədər, neçə dəfə çoxdur deyir? L saniyə bölünsün, L nə? Dəqiqə. O da bərabərdir 360 pi r bölünsün r eyni olduğuna görə bir dəfə yazdıq. 6 pi r olacaq. Burada pi r getdi. 366'ya bölsəm 60 verəcək. Doğru cavab hansı variant? C variantı. 7-ci testdə deyil. Uzunluğu 1 cm olan dəqiqə əqrəbinin uc nöqtəsinin 1 saat 15 dəqiqə ərzində getdiyi yolun və yer dəyişmənin modulunu hesablayın. Əziz dostlar, biz bilirik ki, 1 saat 15 dəqiqə delta t bərabərdir 1/4'də 1 t deməkdir. Aha, biz bunu bildik. Yəni 1/4'də 1 t deməkdir. İndi diqqətlə baxaq, getdiyi yolun və yer dəyişmənin modulunu tapın. Getdiyi yolu biz hesablasaq, L bərabərdir 2 pi r n'dir. Onda nə yazacağıq? 4'də 1, 1/4'də 1, 4'də 5 deməkdir. Vurulsun 2 pi r. Bunlar ixtisar getdi, bizə 2'də 5 pi r qalacaq. Yaxşı, düz bunu bildik. Qalsın burada.
Və nə deyir bizə? Və deyir ki, indi yer dəyişmə. Yer dəyişməmiz isə modulda S bərabərdir. 1/4-1, 1 tam atırıq zaten 0'dır. 4/1'ində isə R kökdə 2'yə bərabərdir. Məndən soruşur ki, hesablayın 2/5 vurulsun. Bəs bu nə qədərdir? 3 vurulsun. R'imiz neçə santimetrdir? 1'dir. Onda bizə nə qədər verəcək? 7,5 santimetr. Yolumuz 7,5 santimetrdir. Yer dəyişməmiz 1 olacaq. Onda kökdə 2 santimetrdir. Bu verəcək. Doğru cavab nədir? B variantı olacaq. 8-ci testdə deyilir. Baxaq, 8-ci testdir, bəli. Deyilir ki, saatın saniyə əqrəbinin uzunluğu 20 santimetrdir. 1,5 dəqiqə ərzində bu əqrəbin uc nöqtəsinin yer dəyişməsini santimetrlə hesablayın. 1,5 dəqiqə bizə nə verir? Saatın saniyə əqrəbində ötmə periodu 1 dəqiqədir. 1,5 dəqiqə delta T bərabərdir. Deməli, 2/3 nə verəcək? T verəcək. Bunda T plus 2/1 T kimi yaza bilərik. Zaten bu hissəsində 0'dır. Onda bizə sadəcə 2/1 T'yə baxmağa ehtiyac var. Modulda S 2/1'ində bilirik ki, nəyə bərabərdir? 2 bərabərdir. Hər R'imiz 20 santimetr isə 2 vurulsun 20 bizə 40 santimetr verəcək. Doğru cavab nə olacaq? 40. Növbəti 9-cu testdə deyilir. Verilmiş radiusu çevre üzrə bərabər sürətdə hərəkət edən maddi nöqtənin periodun yarısına bərabər zaman müddətində yer dəyişməyə görə orta sürəti bu qədərdir. Onun xətti sürətini hesablayın. Periodun yarısına bərabər deyirsə, onda biz delta T bərabərdir 2/1 T yazmalıyıq. Onda yer dəyişmənin modulu isə 2R'ə bərabərdir. Yazaq buradan V orta bilirik ki, L S bölünsün T'dir. Yəni V ortamız nə qədərdir? 6'dır. 6 bərabərdir. S'imiz nə qədərdir? 2R'dir. T'miz isə 2/1 T'dir. O da bərabərdir 4 R bölünsün T. Onda buradan R bölünsün T'ni tapsaq bizə 1,5 verəcək. Bu burada dursun. Bəs bizdən nəyi soruşur? Xətti sürətin modulunu soruşur. V bərabərdir 2 pi R bölünsün T düsturundan. 2 vurulsun, 3 vurulsun, R bölünsün T'ndə 1,5 tapdıq. Bizə olacaq 9 metr bölünsün nə? Saniyə. Doğru cavab nədir? 9 olacaq. 10-cu testdə deyilir. Çevre üzrə bərabər sürətlə hərəkət edən cismin zamanın başlanğıc anında A nöqtəsindən keçir. Delta V sürət dəyişməsinin modulu S yer dəyişmənin modulu olarsa, uyğunluğu müəyyən edin. Baxaq, əziz dostlar. Periodun 6/1'ində biz bilirik ki, nəyə bərabərdir? S R'ə bərabər, delta V isə V'yə bərabərdir. Birə nə gedəcək? S və Y variantlar. Periodun 2/1'ində delta V 2V'yə bərabərdir. S isə 2R'ə bərabərdir. A bir də D variantı gedəcək. Və periodun 4/3'ndə delta V V kökdə 2'dir və burada gedəcək B variant. Deməli, 1'ə CY, 2'ə AD, 3'ə isə nədir? B variant. Deməli, əziz dostlar, bununla da bu mövzunun testlərin izahını verdik. Növbəti mövzumuz qarşılı ötürmə mərkəzindən keçən ox ətrafında fırlanan cisimlərin hərəkəti olacaq. Yəni, bu A variantının testlərinin izahı olacaq. Həmin video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.